Nide səfərimi vlog etmək qərarına gəldim. İlk olaraq yollanıram aeroporta. Burada belə şəkillərimi, videolarımı çəkirəm ki, istifadə edeyim vloglarda. Daha sonra isə təyyarəyə yollanıram. Burada pəncərə kənarına düşdüyüm üçün ekstra bir sevinirəm. Daha sonra isə burada ən gözəl mənzərələrdən biri ilə qarşılaşırıq. Ondan sonra çatırıq Ankaraya. Ankaradan 4 saat yol Nideyədir. 4 saat yol gedəndən sonra artıq gecə 11-12 idi ki, biz otelə çatdıq. Səhər oyanıram və sizə otağı göstərmək istəyirəm. Otel həqiqətində çox qəşəng idi. 4 ulduzlu otel idi və otaqda tək qaldığım üçün məncə daha rahat idi bu mənə. Və onu qeyd edeyim ki, hər yer güzgü olduğu üçün daha çox sevincliyəm. Burada yəni hər şey rahat idi. Oteldən biz xidmətlərindən çox razı qaldıq. Grand otel idi. Nidəyə keçsəniz əgər şəhər mərkəzində yerləşir, tövsiyə edirəm bu oteldə qalmağı. Qiymətləri bir qədər yüksək olsa belə fikirləşirəm ki, məncə Nidədə ən yaxşı otellərdən biri olduğu üçün burada qalmaq olar. Əlavə olaraq da xidmət yüksək səviyyədə idi. Buradan biz artıq şəhərin mənzərəsini görə bilirik. Qeyd edeyim ki, Nidə balaca şəhərdir. Ona görə gəziləsi yerləri az idi. Hətta vlogda onu göstərəcəm sizə. Səhər oyanıram, səhər yeməyinə yola düşürəm və burada yeməyindən də yenə biraz mənzərəni göstərməyə çalışıram. Ondan sonra isə gördüyünüz kimi otelimizin ətrafını göstərməyə çalışıram. Daha sonra avtobusa minib yola düşürük Nidə Halis Dəmir Universitetinə. Bizi belə qarşılayırlar. Qeyd edeyim ki, Türk Dünyaları Araşdırmaları Sempoziumuna qəbul olmuşdum və bu sempoziumda iştirak haqqı qazanmışdım. Məqaləmi məruz eləmək üçün burada bizə yaxalıq və hədiyyələr verdilər. Onu da sizə çəkib göstərmək istədim. Daha sonra açılış mərasimi başlayır və burada hər ölkənin öz himni səslənməyə başlayır. Ondan sonra isə artıq açılış mərasimindəki olan festival başlayır. Azərbaycandan, Qaqauziyadan, Qazaxıstandan, həmçində Türkiyədən göstərilər olmağa başlayır. Qeyd edeyim ki, mənim ən çox bəyəndiyim Qazaxıstan idi. Həqiqətən çox qəşəng göstəri hazırlamışdılar. Sonda isə burada gördüyünüz kimi bütün hər kəs səhnəyə toplaşdı və həqiqətən çox gözəl bir mənzərə alınmışdı. Daha sonra universitetin yeməkxanasında yeməklərimizi yedikdən sonra keçirəm simpozium üçün çıxış etməyə. Burada öz məqaləmi məruz eləyirəm və gəlirik artıq qala gecəsinə. Qala gecəsi çox möhtəşəm bir restoranda idi. Yeməklər də çox dadlı idi və yenə də burada hər ölkədən çıxışlar olunmağa başlamışdı. Yenə də burada mənim ən sevdiyim çıxış yenə Qazaxıstanlıların idi. Oxumağa başladılar. Bizlərdən də çıxış elədilər və sabahsı gün gəlir, sabahsı gün çıxıram. Artıq mən universitetdə işim bitdiyi üçün Nidənin canına düşürəm ki, buraları gəzim, sizə göstərim. Çarşını gəzirəm və burada bəzi mağazalara girib baxmaq istəyirəm. Burada Meriç adlı bir aksesuar mağazası vardı. Həqiqətən çox məşhur idi. Buradan bir sıra alış-verişlər elədim. Çox qəşəng bir kofta bəyənirəm. Burada hətta sizə göstərirəm. Bunu özümə aldım. Kombinlərimdə göstərəcəm və əlbəttə Qratisə girirəm. Ondan sonra düşünürəm ki, artıq tarixi məkanları gəzmək lazımdır. Nidə kaləsini gəzirəm. Sadəcə təəssüf ki, bağlı olduğu üçün içəri girə bilmədim və burada təbii ki, bir dənə pişik görən kimi yemək verməliyəm. Ondan sonra isə Alayəddin camisini və Xudavənd xatun türbəsini gəzirəm, sizə göstərirəm. Qeyd edeyim ki, YouTube-da daha ətraflı formada paylaşacağam və beləliklə Nidəni doya-doya gəzmiş oldum.